Bunlar cimri, sir sıfatı cimri. Bunlar cimri, sir sıfatı cimri. Ne dedin ayağına? Dedim güvercin gibi. Necə ayağına? Dedim güvercin gibi. Bir can. Dedim güvercin gibi. Ay xala olmaz, seçir beni küçülük hələ. Nə istəyirsiniz məndən? Nə verirsə ala bilirsiniz bizdən? Qudurmusunuz. Yuxu görmək nə vaxtdan qadağandır? Bazardan pul yığırsınız, ev düşəndən pul yığırsınız, su seçəndən pul alırsınız. Azı bilirsə, hə? Danışına fikir verməsin arvad. Sənin nəvər cinayətkardır. Ona cinayət məcəlləsinin 117-ci maddəsinə əsasən iş açılacaq. Nə üçün bala, yuxu görmək nə vaxtdan cinayət olub? Neyləyək? Bundan sonra yuxu görəndə gəlib sizdən icazə alarıq. Qaytar mənə salakasın. Yoxsa bir qabına öykü ki, burayı yandıraraq, sıra döndərərəm. Hə, zəng eləsələr qısa cavab ver. Hara getdi, bilmirəm, haça gələcək, bilmirəm. Goodbye. Bay bay atomdur, anondur. Sənə söz dilimi saxla, qarnını, yoxsa pis olur. Sağ olsun. Baba sənələrim. Bu da gecib biriymiş ki. Bir gün Məcnundan soruşurlar ki, Leylinin nəyinə vurulmuşsan? Cavab verir. Sən bir də ona mənim kimi bax. Başa düşdün? Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və eyni zamanda aktyor idi. O həmişə istəyirdi ki, qızı onun vəzifəsini daşısın. Nəsibə Zeynalova Bakı teatr məktəbinə daxil olaraq aktyor təhsilini alıb və o maraqlı filmləri çəkilir və xalq tərəfindən çox sevilən aktrisa çevrildi. 17 mart 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəsibə Zeynalova 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalanmışdır. 18 yanvar 2017-ci ildə Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə Viyanada Azərbaycan Mədəniyyət Mərkəzində keçirilmişdir. Ədəbi bədii keçirilmişdir. Və o ilk dəfə Qaynanan filmində də ilk dəfə Alman dilində göstərilir. Komediya teatrının əsas simvollarından biri olmuş Nəsibə Zeynalova Qaynana və Ögey ana filmini oynamışdır. 20 aprel 1916-cı ildə anadan olmuş Nəsibə xanım sənətə marağı olan bir ailədə doğulmuşdur. Onun atası Cahangir Zeynalov böyük peşəkar, yəni aktyorlardan biri olmuşdur. Bu, Nəsibə xanımı daha da sənətə marağını yaratmışdır. O, Qaynana filmində qaynana rolunu oynaraq insanların zeynində əbədi iz qoymuşdur. Onun bundan başqa filmləri Ulduz, Əhməd Hardadır, Ögey ana kinoları da çox sevmişdir. 10 mart 2004-cü ildə vəfat etmiş Nəsibə xanım filmləri ilə insanları yaddaşında qalmışdır. Onun filmləri indiyə qədər çox sevilir və izlənilir. Nəsibə Zeynalova bu adı eşidəndə çöhrəmizdə istər-istəməz təbəssüm yaranır. Varmış verib saxlarım, ay qadan alım, ay qadan olamay. Bunlar bir bahanədir, adın nədir? Məhəmməd. Sözmü sözdür? Əlbəz.
Teatr sevərlər arasında qaynana kimi sevilən, Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan Nəsibə Zeynalova 1916-cı ilin bu günündə dünyaya gəlib. Yaradıcılığının mayası gülüş və musiqi ilə yoğrulan aktrisa 1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Elə həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda çıxış edən Nəsibə Zeynalova milli kinoda da yadda qalan obrazlar yaradıb. Bir bax. Necədir? Ay maşallah. Ay maşallah. Ağız bir genel çalım sence. Ağız vırrı. Hadi vırrı. Azərbaycan teatr sənətinin sütunlarından sayılan xalq artisti Nəsibə Zeynalova 2004-cü il mart ayının 10-da 88 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edir. 55 yıllık bu sənətə qurban vermişim. En büyük mükafatım el anası adına layık görülmüşüm. Məni kim görür, elə bilin ki ailə bizimi görür. Ağlayan göz de gülür. Buna göre ben öz sənətimə minnətdaram ve bu dünyadan köçmüş büyük sənət yoldaşlarıma minnətdaram. Bugünkü gün onların ruhu şad olsun.